Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. İslam deyir ki, verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Zaman səssiz axır, amma hər şey dəyişir. Gözümüzün önündə günlər, illər ötür. Hər şey zamanla baş verir, zamanla dəyişir, zamanla yox olur. Ömür dediyimiz əslində keçib gedən zamanın adıdır. Bu verilişimizdə o qiymətli nemətin, zamanın sirrinə qonağımız Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcısı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Qadir Səfərovla birgə varmağa çalışacaq. Qadir müəllim, xoş gəlmisiniz, necəsiz? Xoş gördük, sağ olun, çox sağ olun. Təşəkkür edirik gəldiyiniz üçün. Sağ olun. Zaman gözlə görmədiyimiz, amma daim içində yaşadığımız sirli bir axındır. Hər an bizi bir addım irəli aparır, amma özü heç vaxt geri dönmür. Bəzən səssiz, bəzən də fırtına kimi keçib gedir, amma heç vaxt dayanmaz. Qadir müəllim, zaman nədir? Fəlsəfi, fiziki, metafizik və ümumiyyətlə düşüncə baxımından bu anlayışı necə dərk edə bilərik? Sizin də dediyiniz kimi zaman məfhumu bütün bəşəriyyətin, bütün insanlığın ta yaradılışdan günümüzə qədər ən çox məşğul edən məsələlərdən, elmi diskussiyalardan və fərdi münasibətlərdən, filosofların, dinlərin birbaşa mövzusu olmuş ən böyük anlayışlardan birisidir. Və biraz əvvəl sizin də vurğuladığınız kimi zaman axıcı bir şeydir. Yəni məşhur Yunan filosofu Heraklit hər şey axır və məşhur o söz də vardır ki, bir çayda 2 dəfə əliz yuyulmaz. Bu da zamanın sürətli axıtından, axışından ibarət bir anlayışa ifadə edirdi. Ümumiyyətlə, düşüncə tarixinə baxsaq, fəlsəfə tarixində zamanın necəliyi, zamanın müstəqil mövcudluğunun olub-olmaması məsələsi çox dərin müzakirələrə səbəb olmuşdur. Ümumiləşdirib fəlsəfə düşüncə tərzindən baxsaq məsələyə görərək ki, fəlsəfədə zamana ikili münasibət göstərilmişdir. Bu münasibətlər nədən ibarətdir? Birincisi, zamanın obyektivliyi məsələsidir. İkincisi, zamanın subyektivliyi məsələsidir. Birinci yanaşma obyektivliyi məsələsində zamanın belə deyək, fəlsəfədə ələ alan məsələsi zamanda sanki bir obyekt kimi, müstəqil varlıq kimi ələ alınmasıdır. Yəni fiziki zaman anlayışı. Məsələn, buna nümunə olaraq biz Newtonun məşhur klassik mexanika nəzəriyyəsi vardır və orada zaman dəyişməz, sabit bir şey olaraq verilir. Yəni zaman, bəzi bu cizgidə olan filosoflar isə zamanın müstəqilliyini vurğulayırlar. Məsələn, Aristotel zamanın hərəkətlə bərabər müstəqilliyini vurğulayıb və zamanın müstəqil bir fenomen olaraq götürüb. Məsələn, bu zaman şuurdan asılı bir şey deyildir deyir. Zaman özlüyündə mövcudiyyətini qoruyan müstəqil varlıq kimi. Düzdür, zaman bir baxıma asılıdır. Yəni, bu Aristotel'də hərəkətə və məkana bağlı olaraq ifadə edilir. Amma belə deyək, bu asıllıq özünün belə deyək ki, müstəqilliyini itirmir. Yəni, bu asıllıq var, zamanın hərəkət və məkandan asıllığı var, amma tamamilə bu müstəqilliyi itirməz. Yəni, obyektiv varlıq olaraq ifadə edilir və cismin kütləsinə, cismin çəkisinə görə zaman dəyişilməz. Yəni, bu mexanika Newton nəzəriyyəsində olduğu kimi götürülür. Zaman bir baxma dəyişməz, sabit bir qədəm varlıq olaraq bizə təqdim edilir. Zamanın subyektivliyi məsələsinə gəldikdə isə burada filosoflar zamanın heç də belə deyək, təbiət içərisində müstəqil bir varlıq olmadığını irəli sürürlər. Tamamilə şuurun məhsul olduğunu. Məsələn, biz Platona baxsaq, zaman deyil, ideyaların, bilirsiniz, Platon fəlsəfəsinin əsasını ideyalar aləmi tuturdu. Orada ideyalar əsası idi, amma ideyaların təzahür formaları, məsələn, insan ideyasının təzahür forması Qadir və s. Əli, Vəli kimi adamlar və s. insan ideyasının formaları idi. Zaman da bu cürdə subyektiv olaraq götürüləndə zamana da bu cürdə baxırdı Platon. Deyirdi ki, zaman elə bil ki, zaman ideyasının bu axıcılığı, keçiciliyi məsələsi və belə deyim, müvəqqəti bir şeydir. Zaman insan şuurunu məhsuludur. Yəni, insan gedər... Özümüz mü formalaşdırırıq zamanı? Özümüz, bəli, subyektivliyi məsələsində insan özü formalaşdırır və burada insan şuurunun birbaşa məhsuludur. Məsələn,
biz bunu biraz mesela Heidegger'de de aynı şeyi görürük. Heidegger'de mesela modern biraz felsefeye kaysak orada da yine insana bağlı bir mefhum olarak tabiatta mevcutluğu olmayan, kainatta mevcutluğu olmayan yalnız insan şuurundan bağlı olan, insan şuurunda tamamıyla aslı olan bir varlıktan söhbət açılır. Mesela başka bir filosofa Kant'a baksak, Kant deyir ki, düzdür, bu insan şuurunun məhsuludur. Ama belə deyək, tamamıyla insan şuurunun məhsuludur, ama şuurdan asılı değil. Daha sonraki dövrdə təbiətin içerisinde bir həqiqətə sahip olur, reallığa sahip olur ve özünün strukturunu əmələ gətirir. Və biz bu fəlsəfi diskussiyanı Mir Abbas müəllim uzada bilər. Yəni fəlsəfə düşüncə içərisində zaman bir tərəfli, bir mənalı, ələ alınacaq bir şey değildir. Yəni zaman haqqında o qədər çox fikir var ki, yəni bu saatlarla, günlərcə oturup insan tarixi boyunca zamanın subyektiv mi, obyektiv mi olduğu müzakirəsi bugüne kadar devam edecek bir prosestir. Hatta bugün modern ilim bile, yani ister mekanika nezariyesi de bir nezariyedir, ister kvant mekanikası dediğimiz kvant mekanikası nezariyesi de bir nezariyedir. Yani zaman hakkında hala ne ilim ne de felsefe, yani bu dəqiq tam konkret olarak nəticə yoktur. Yani bugün mesela 1 + 1 beraberdir 2 kimi bir nəticə zaman hakkında bu cürdə danışmaq mümkün değildir düşünce olarak. Ama buna bakmayarak zaman her zaman bizi meşgul edecek, her zaman bizi belə deyək, narahat edecek bir mefhum olarak insan hayatında insanın talihiyle beraber akın gösterecek bir kavram olarak önümüze çıkmaktadır. Qadir müəllim, siz danışanda zamanı bizim özümüzün idarə etdiyimizi, yəni zamanı biz formalaşdırdığımız dediyimiz zaman mənim yadıma İmam Əli əleyhissalamdan belə bir hədis düşdü. Deyir, zaman bir qılıncdır. Siz onu kəsməsəniz, o sizi kəsər. Bir yönü ilə zamanı insanın özü formalaşdırırsa, əgər bu hədisi müəyyən ölçüdə ora şamil edə bilərikmi? Yəni zaman varsa, belə bir məfhum varsa, zamanı bizim özümüz idarə ediriksə, bu hədisi ora şamil edə bilərikmi hansısa bir ölçüdə? Subjektivlik anlamında bəli, yəni Həzrət Əlinin də bu kəlamını, yəni dini düşüncə özlüyündə subyektiv bir görünüm yarattığı için bəli, dini kəlamlar ve İslam dininin zamana baxışı böyük ölçüdə subyektiv o cəryanın, yəni zamanın varlığının insandan asıl olduğunu, değişken olduğunu, elastik olduğunu bize ifade edir. Sizin de Həzrət Əli ilə bağlı söylediği kəlamda da İslam düşüncəsi içerisinde zaman insan tərəfindən doğru qiymətləndirilməsi lazım olacaq bir varlıq kimi görsənir. Yəni bəzən müstəqil olaraq da varlığı görsənir, amma ümumi olarak zaman belə deyək, insanın özünün değerlendirdiği bir şey olarak. Yəni sizin sözünüzə qüvvət, yenə Həzrət Əlidən bir kəlam desək belə deyərik. Həzrət Əli deyir ki, zamanın keçməsini gözləmə, çünki o sən gözlədiyin də deyildir. Biz bəzən gündəlik işlərimizdə bu işimizi görməyək, bu zamanı gələndə görərik deyirik. Zamanı gələcək işin həmin o iş olduğunu nə bir də hardan biləcəksən? Biz zamanın özünün nə olduğunu bilmirik. Yəni sən o zamanın gələndə də bu işi görəcəyini, bu zamanın insan tərəfindən qiymətləndirilməsi anlamına gələ bilər deyə düşünürəm. Çox sağ olun. Zaman hər anımızın içində yaşadığımız, amma bir o qədər də sirli və dərin bir anlayışdır. İslamda zaman Allahın əmanəti olaraq qiymətləndirilir və Qurani Kərimdə, hədislərdə bu anlayışın dərin mənaları vurğulanır. Qadir müəllim, zaman anlayışına İslam necə baxır və bu baxış Qurani Kərimdə və hədislərdə necə ifadə olunur? Zaman anlayışı bizim dinimiz çərçivəsində dəyərləndirəndə, hətta İslam gəlməmişdən əvvəl cahiliyə cəmiyyətləri, yəni İslam cəmiyyətinə baxsaq, məsələn, İslam cəmiyyətində, cahiliyyət dövründə, ərəb cəmiyyətinin içərisində bir dəhr sözü var. Dəhr. Yəni, sonsuz zamanı ifadə edəcək bir dəhr mənasında bir söz işlədilir. Hətta Peyğəmbərlik gəldikdən sonra, İslam cəmiyyəti formalaşdıqdan sonra Məkkə ətrafında Peyğəmbərin çox məşhur bir sözü var idi, dəhrə söymək. Yəni, müsəlmanlara belə deyək də, xitabən deyirdi Peyğəmbərimiz bunu, dəhrə söymək, çünki dəhr Allahdır deyirdi. Çünki ərəblər cahiliyə dövründə belə dəhri sonsuzluq mənasında sonsuz, əbədi olan bir varlığa, yəni zamanı Allah olaraq təsəvvür edirdilər.
Ona göre de yani bizim tevhid anlayışı, İslam geldikten sonra tevhid anlayışı bakımından değerlendirende de Allah sonsuz bir zamandır, sonsuz bir yani mütlak bir varlıktır ifade edilende de ikisi birbirine okşar gelirdi. Ona göre de bir bakıma ilkin dövrler yani bu peygamberin hadisinden çıkış ederek ya peygamber diyor ki dehre söyleyen çünkü dehir Allah'tır. Ama umumi Kur'an-ı Kerim'de zamanla bağlı birçok mefhumlar verilmişti. Yani zamanı yani biz göğün yerin yani kainatın yaratılışındaki zaman olarak mesela Yunus suresinde biz yeri göğü 6 güne yarattık değil. Yani burada bir zamanın belə deyək də ilahi yaratılışın prosesi olarak ifade edilir. Yani bir ilahi yaratılışın bir prosesi olarak yani proses içerisinde bir hareket olarak zaman ifade edilir. Veyahut da insanların tecrübesi olarak yani belə deyək, biz insanlara bunları əta elədik Kur'an-ı Kerim bir çox ayələrdə deyir, insanlar dərs alsınlar diye. Yani insanlar bir tecrübe çıxartında bir müddət verilir insanlara. Müddət olarak nəzərdən keçirilir Kur'an-ı Kerimdə. Yəni Kur'an-ı Kerimdə zaman her zaman belə deyək bir başka qüdsiyyət ərz etməkdədir. Yəni zamana belə bir hörmət əlaməti var. Məsələn, bəd-duha, and olsun dan yerinin ağarmasına. Yəni and olsun əsrə vəl-asr. Zamanı belə and içir. Zamana and içilir. Yəni zamanın burada hem bir de bir başka mesele zamanın çok tərəfli bir xüsusiyyəti var. Yani Kur'an-ı Kerim'in ifadesiyle baxsaq zamanın birinci bu dünya üçündür. Yani bu dünya üçün nəzərdə tutulur ve zaman öldükten sonra kesintiye uğramır ve ebedi hayat meselesi yani ahiret yurdu meselesi var. Yani İslam düşüncesi içerisinde yani Kur'an-ı Kerim nöqteyi nəzərindən baxsaq bu dünya mesela Kur'an-ı Kerim'de deyir ki bu dünya onlar için bir əzabdır. Ahirette ise ebedi hayat vardır deyir. Yani bu dünyanın geçirdiğimiz zamanı bir azap olarak değerlendirir. Ahiret hayatında ise belə deyək, ebedi zaman olarak yani bu dünya müvəqqətilik ifade edir. Yani zamanın ikili boyutu var, ikili ölçüsü var Kur'an-ı Kerim'de. Dünyanı belə zamana bağlayır. Dünyanı belə yani bütün hərəkat zamana bağlıdır. Bundan başka mesela Allah'ın faaliyeti olarak götürsək zamansal bakımdan yani ani bir zaman akımı bakımından götürsək mesela biz yine Allah kulli vakti neşşen Allah her gün bir iştedir. Yani Allah belə deyək zaman bakımından değerlendirəndə daimi bir değişiklik olan bir axan içerisinde olduğu gösterilir. Veyahut da zamanın sirliliği anlamında zamanın heç də belə deyək də bizim bildiğimiz yani zaman değişmez sabitliği anlamında bizim nəzərimizdə tutduğu anlamda bəzən devam etmiyor. Mesela Süleymanın əhvalatında zaman heç də belə uzun müddətli yayılmış bir şey olarak ifade edilmir. Mesela Süleymanın əhvalatında Bilqeysin taxtının gətirilməsi məsələsində yani ilahi hikmətdən xəbərdar bir yani Süleymanın Bilqeysin taxtı bilirsiniz çok uzak mesafelerdedir. Zaman baxımından bizim zaman baxımından məkan kainat zaman baxımından onun gətirilməsi belki de günlerce, belki de illerce sürebilir ama ilahi zaman bakımından o bir an meselesidir. Yani Süleyman'a ilahi hikmetten haberdar olan birisi bildirir ki sen gözünü kırpıp açıncaya kadar Süleyman'ın Bilqeysin taxtını buraya getireceğim. Burada da demeli Kur'an-ı Kerim'de bir başka mesele ortaya çıkır. İlahi zamanla yani yaratılmış zaman arasında fərqin olması. Yani sizin bəzən ilahi zamanda yaradılışla buradaki zaman arasında fərq bəzən Kur'an-ı Kerim'de deyir ki 50 min ildir. Veyahut da sizin bir gün veyahut da bu Kəhf suresinde Əshab-ı Kəhf qardaşları əhvalatında onlar durup deyəcəklər ki biz neçə gün yatdıq. 3 gün mü, 5 gün mü, 4 gün mü belə ifade ediləcəklər amma onlar bilmirlər amma onların böyük bir müddəti ifade edirdi. Yani zamanın bu məsələsi də var yani. Belə deyək də Qadir müəllim, biz tez-tez eşidirik ki, qiyamət yaxındır. İstər hədislərdə, istər Quran ayələrində qiyamətin yaxın olduğu bildirilir. Amma biz əsrlərdir, neçə əsrlərdir ki, bu qiyamətin olduğunu biz görmürük. Yəni buradan da bu qənaətə gələ bilərikmi? Allahın yaxın dediyi bir zamanla sizin dediyiniz kimi kainatın zamanı eyni ölçüdə deyil, eyni bir yerdə deyil. Bəli, bizim dini düşüncəmizə görə burada iki məsələ var. Burada
qiyamətin gəlib çatma məsələsində zamanın bir əxlaqi boyutu var, əxlaqi ölçüsü var. Bir də yəni insan cəmiyyətinə doğru, cəmiyyətə doğru bir əxlaqi ölçüsü var, bir də sizin dediyiniz o ilahi zaman məsələsi var. Yəni, biz öz zamanımızla ölçürük, yəni milyon il keçib dünyanın yaşı bu qədərdir deyirik, 2 milyona yaxın dünyanın yaşı var. Hani bu zaman bu Allah qatında bir andır. Biz burada elə dəyərləndiririk ki, milyon illər keçib və s. Yəni, bu dini düşüncə baxımında, yəni bizim Quran-ı bir də qiyamətin məsələn gəlməsi ilə bağlı baxsaq, qiyamətin gəlməsi ilə bağlı zaman tamamilə əxlaqi bir məsələ olaraq qarşımıza çıxmaqdadır. Nə məsələ? Yəni, buna necə bir izah verə bilərik? Bu izah verə bilərik ki, məsələn, Allah Taala bizə bir müddət verib, əxlaq. Yəni biz yer üzərində Allahın xəlifəsiyik. Yəni bir insan olaraq Allahın xəlifəsiyik və bizə bir müddət verilib ki, biz öz missiyamızı yerinə yetirək. Və belə deyək, biz öz missiyamızı yaradılışdan ta Adəmdən günümüzə yerinə yetirməkdə davam edirik. Yəni Adəm peyğəmbərdən yaradılış, ilk yaradılışdan bu günə qədər. Bizim missiyamız o zaman belə deyək, qiyamət gələ bilər ki, Quran-ı-Kərimin ayələrindən hüküm çıxara bilər ki, biz missiyamızı ümumiyyətlə belə deyək, kainatda belə Allahın ümidini kəsdiyi yerdə ola bilər. Yəni artıq Allah Taala insandan tamamilə ümidini kəsmiş. Necə ki, Quran-ı-Kərimdə o tayfalı, məsələn, Lut qövmünü anladır, Lut tufanını anladır. O qövmdə də belə deyək, hətta peyğəmbərlərin belə artıq bir işə yaramayacağını görür, Lut qövmünü məhv elədi. Yəni Lut qövmünə getmişdi, amma qövm belə deyək, əxlaqi o düzəninə, əxlaqi ictimai məsuliyyətinə qayıtmadı. Nuh tufanına baxırıq, orada da o cürdə. Bu cürdə münasibət olanda Allah Taala artıq ora əzabı, yəni zamanın gəldiyini orada göstərir. Yəni zaman burada baxsaq, o zaman baxsaq, yəni insanlıqdan hələ Allah Taala belə deyək, ümumi biz düz Allahın işinə biraz qarışmırıq. Yəni o Allahın adına danışmasaq daha yaxşı olar, amma biz ümid hələ insanlıq öz missiyasını yerinə yetirməyib, Allah da bizdən yəni ümidini kəsməyib. Yəni hələ insan özünü tamamlamayıb. Yəni, bu zamanın ikili boyutudur. Yəni bir ilahi zaman boyutu var, bir də əxlaq, yəni əxlaq bir boyutu var. Biz bunu bu cürdə dəyərləndirməliyik. Qadir müəllim, suallara o qədər gözəl, ətraflı cavab verirsiniz. Bir şey də yadıma düşdü, onu da deyim, növbəti sualımı ünvanlayacağım sizə. Bəşər övladında, Peyğəmbərimiz salavatıllahda da biz Merac hadisəsində bu zaman içində zamansızlığı görə bilirik. Yəni, Həzrət Ayşə anamız deyir ki, Meraca gedib gəlmə anı elə idi ki, yastığında o istilik getməmişdi. Yəni, burada belə Allah Taala o zamansızlığı bizə göstərir. Öz zamanı ilə bizim kainatda olan zamanı fərqi görə bilirik orada da. Bəli, orada da bu fərqi görürük. Yəni, sizin də vurğuladığınız kimi hədislərdə Peyğəmbər yeri, yəni gedib gəldiyində yeri, yəni yatağı hələ isti idi, yəni bədəninin temperaturu dəyişilməmişdi, yəni dəyişilməmişdi. Bu da onu göstərir ki, yenə deyirəm, biraz əvvəl Süleyman Peyğəmbərin əhvalatında da, hətta İslam, daha sonraki dövrdə İslam sufi düşüncəsində tayyül arz deyə bir ifadə var. Məkanın dəyişilməsi, bir an içərisində müxtəlif məkanlarda olmaq. Bu artıq belə deyək, bir himmət məsələsidir. Allahın qüdrətinə bağlıdır. Allahın qüdrətinə bağlıdır və bu qüdrətinə verdiyi bir bəxşişdir sanki. Ona olan hörmətini ifadə edir ki, sən zamanı yara bilərsən. Elə Peyğəmbərlik özü özlüyündə metafizik bir hadisədir. Yəni, fikirləşin ki, göylərdən yerə bir kitabın gəlməsi, yəni indirilməsi, nüzul, yaradılış, yəni bunlar hamısı onu göstərir ki, biz zamanı belə deyək də subyektiv qiymətləndiririk, özümüz baxımından qiymətləndiririk və ona görə də belə deyək, bəzi şeylərin olmasına inanmaq istəmir. Yəni, müsəlmanlara inanırıq da hər şey Allah tərəfindən olur. Bəzən insan, belə deyim də, o ümidsizliyə qurtaranda, bu zaman da gəlmədi, o nə zaman olacaq deyə, amma zaman həminki zamandır. Sən işini İslam düşüncəsinə görə vaxtında etməlisən, vaxtında münasibət bəsləməlisən ki, işinə heç bir zaman, biraz əvvəl Həzrət Əldən gətirdi, yəni o zaman gəlib keçməsini gözləmə, o gözlədiyin deyildir, deyir. Burada bu anlamda sufilərin o məşhur ifadəsi var da, Əs-Sufi İbnül Vaqt deyə, yəni insan anın oğludur. İslam düşüncəsi içərisində yerləşmiş. Yəni, müsəlman insan, belə deyək, keçmişin qayğıları, keçmişin, belə deyək də, peşmansılığı və yaxud da gələcəyin qayğıları da yaşamamalıdır. Əslində, müsəlman insan
ona hakim olan o anı, yani yaşadığı anı değerlendirip onun üzerinde yaşamalıdır. Zaman müsəlmanın gündəlik həyatında təkcə bir ölçü deyil, həm də bir əxlaq və məsuliyyətdir. Onun hər anı Allahın verdiyi bir nemət olaraq həm şəxsi inkişaf, həm də cəmiyyətə fayda vermək məqsədi ilə dəyərləndirilməlidir. Qadir müəllim, müsəlmanın gündəlik həyatında zaman necə rol oynayır? Misal olaraq zamanın bölünməsi, zamanda özünü ifadə etməsi və s. Müsəlmanın həyatı ümumiyyətlə bir İslam insanının həyatı demək olar ki, ta sülh başlayanda zamanla başlayır. Yəni biz sülh namazı, yəni namazın vaxtlarına baxın. Zaman yəni deyir ki, sülh namazına durun. Yəni Quran-Kərim əmr edir, sülh namazı var. Yəni biz zamanla başlayırıq, sülh namazı ilə başlayırıq vaxtımıza. Ondan sonra deyir ki, günorta namazı, sonra orta namaza diqqət edin deyir. Sonra əsr namazı və görürsünüz, biz artıq belə deyək, müsəlmanın həyatı əslində o belə deyək, düzənli, nizamlı zaman içərisində, yəni ümumi ictimai mənafiyi də nəzərə alaraq düzənlənmiş bir nizamlı həyat təqdim edir. Yəni biz bu namaz arası vaxtlarımızda da boş keçirməməliyik. Yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə deyir? İnsanın qədrini bilmədiyi iki şey vardır. Biri xəstəlik gəlməmişdən səhhəti, bir də boş asudə vaxtı. Asudə vaxt, yəni insan heç bunu dəyərləndirə bilmir. Bu asudə vaxtda bilirsiniz, biz bəzən yanlış dəyərləndiririk. Biz elə bilirik ki, namazımızı qıldıq, ondan sonra gündəlik belə rituallarımızı, işlərimizi yerinə yetirdik. Bir vaxt da tapdıq, uzandıq, yatacaq və yaxud da nə bilim, nə və yaxud da boş-boş bir məşğuliyyətlə məşğul olacaq. İslam insanının əgər Quran-ı Kərimə baxsa, fəizə fərağda fənsab və ilə rabbikə fərğab deyir. Yəni bir işi gördün, qurtardın, digərinə keç deyir. Asudə vaxt anlayışı heç də İslam düşüncəsi içərisində o asudə boşuna vaxt demək deyildir. Yəni hər şey axı bizim İslam düşüncəsi içərisində müsəlmanın gündəlik hər şey zamanın içərisindədir. Ona görə də bu cür bir boş vaxt müsəlman üçün əslində xoş görüləcək bir hal deyildir. Boş vaxt dediyi şey bir işdən digərinə keçiddir. Yəni bir işi gördün, yoruldun, artıq yan verib yatmaq deyil də başqa bir işlə əslində enerjinin ötürülməsi baş verir burada da. Yəni sən elə ki ağır bir iş görürsən, zehinsel bir iş görürsən, gedirsən onunla uzandın 7 saat, 8 saat, 5 saat yatdın və o enerji, mənfi enerji sənin üzərində qalır və durursan bədənin ağrıyır, başın ağrıyır və heç bir iş görmək istəmirsən, özünü yorğun. Amma sən Quran-ı Kərimin ifadəsiyle bir işi görüp digərini üst tutanda artıq burada yükləndiyin o mənfi enerjini digər işlər insan bədənindən xaric edir. Və müsəlmanın həyatı təkcə bu cürünə getmir. Yəni siz bu yaxınlarda bizim qeyd edilmiş Ramazan bayramını qeyd elədik. Yəni Allah katında aylar 12'dir deyə yine Quran-ı Kərimdə Peyğəmbər yəni biz yine Ramazan bayramını 30 gün müddətində çıxaraq tuturuq. Qurban bayramı vesaire bayramlar. Yani bu bayramlar bayram özü de yani günleri ifade edir. Yani Müslümanın insanın hayatı bak bu cür yani yaratılış misyasına uygun olarak insanın bu cür günlerle Allah Teala müəyyən vaxtlarda xəbərdarlıqlar edərək, ibadətlərin rituallarını yerinə yetirərək zaman elə bil ki insanın içli yönünü oynayır. Yani zaman, yani biz ibadetler bölümünde zamanla ibadet namazımıza duranda vesaire bu Allah'a karşı bir vəzifəmizi yerinə yetiririk. Bir de o asuda vaxt məsələsinə qayıdıb, yani ictimai məsuliyyət namazda biz nəyi düşünürük? Allah, yani biz ilahi zamanı düşünürük, Allah'ı düşünürük, qiyameti düşünürük. Bir de namazda bize bir vaxt verilir, ictimai məsuliyyətimizi düşünürük. Yani biz namazda gələk düşünək, yani biz Allah Taala'nın düşündüyümüz kimi, yəni kimə belə deyək namazda Allah Taala'nın huzurunda bir hesabat verir. Bizim kimə bir qarşı haqsızlığımız oldu cəmiyyət içərisində. Hansı hərəkətimizdə əksiklik olub insanlara qarşı əxlaqi davranışlarımızda. Bunlar hamısı müsəlmanın elə bir gündəlik zamanla bağlı rituallarıdır. Allahın özünə qarşı olduğumuz məsuliyyət hiss etdiyimiz kimi onun yaratdıqlarına da o məsuliyyəti hiss etməliyik.
Bəli, bəli. Biz məhsuluq. Yəni sizlərdən yenə peyğəmbərimiz deyir ki, yəni yenə bu zaman hər bir insan öz ailəsindən, öz cəmiyyətindən məhsuldur. Sizlər məşhur ifadə var da, sizlər çobanlarsınız. Yəni bu çobanlıq o mənada getmir. Yəni rəhbərlik anlamında, cəmiyyətə olan məsuliyyət anlamında biz əxlaqi məsuliyyətimizi daşıyırıq. Ona görə dedik ki, yəni Qurani-Kərimdə bizim ən gözəl biçimdə yaratdıq deyir. Sonra onu aşağılaşır. Ən gözəl biçimdə yaratmaq nədir? Bu təkcə zamanı bir proses olaraq deyil ki, yəni yaradılış hekayəsi, gözəllik anlamda deyil. Ən gözəl biçimdə yaratar insanın həm zahiri görkəmidir, həm də onun əməlləri. Əməllər, Qurani-Kərimdə əməlləri, yəni ya eyyuhellezine amenu ve amilus salihat, iman edənlər və əməli salihlər. Yəni iman Allaha dair bir məsuliyyətimizdir, əməli salihlik isə ictimaiyyət, cəmiyyətə qarşı bizim məsuliyyətlərimizdir və bu da belə deyə zamanın müsəlman insanın vaxtı olmamalıdır. Yəni Peyğəmbərimiz yenə nə deyir? Deyək bizdə zaman iki boyutludur. Bu dünya və axirət. Peyğəmbərimiz deyir ki, heç bir zaman ölməyəcəyimiz kimi bu dünya üçün çalışacaqsa, yəni ictimai məsuliyyətin var, ailə qarşısında bizim nədir? Yaradılış hekayəmiz nədir? Xəlifə. Biz yəni yer kürəsində gəlmişik xəlifə olmaq. Xəlifə nə deməkdir? Allah adına yer kürəsini idarə edən şəxs. Yəni Qurani-Kərimdə mən bir xəlifə yaradacağam dedi və o xəlifə də Allah adına yer kürəsini idarə edəcək. Biz Allah adına idarə edirik. Buna görə də biz onun sözünü vermişik. Yəni biz yenə Bəqara surəsində bizim bilmədiyimiz bir zaman içərisində Allahla insanlar arasında bir sözləşmə var. Ələstü bi rabbikum deyir. Mən sizin Rəbbiniz deyiləmmi? Bəli, biz o qəbul etmişik və Allaha demişik ki, bizə müddət ver və biz sənin adına gələcək ən gözəl şəkildə cəmiyyəti, insanlığı, bəşəriyyəti idarə edəcək. Burada təkcə görürsünüz, bizə də zaman verilmir. Hətta belə deyil, orada maraqlı bir şey var, şeytan məsələsi də var. Yəni iblis müddət zaman verilmişlərdəndir. Yəni iblis də deyir ki, sən bu insana çox dəyər verirsən, yəni sən bu insan deyirsən ki, insan gələcək, sən mənə də bir müddət ver, mən ümumi ifadə edirəm bunu, ayrılıqlarını getmirəm. Orada iblis deyir ki, mənə də müddət ver, mən insanı görür yolundan azdırıram mı, azdırmıram mı deyə. Sən də get deyir, sən də müddət, möhlət verilmişlərdənsən. Yəni biz möhlət verilmişlərdən, yəni biz söz vermişik Allaha qarşı ki, sənin adına və bu yolda da bizim əngəllərimiz olacaq təbii ki, amma bizim məsələmiz əngəllər var deyə, belə deyək, maneələr var deyə, o belə deyək, ümidsizliyə düşməməkdir. Daim hərəkət içərisində olmaqdır. Çünki Allah Teala, İslam düşüncəsi içərisində Allah Teala Adəmi öz surətində yaratdı. Biraz əvvəl ayə dedim, Allah kulli vaxtı minəşşən deyirik. Allah hər gün bir işlətsə, deməli, müsəlman insan da hər gün, hər anında. Çünki xaləqəl Adəm alə surəti deyə İslam düşüncəsində bir anlayış var. Adəmi öz surətində yaratdı. Yəni, güc baxımından, yaradılış baxımından ona bəzi səlahiyyətlər verdi. Yəni, ona görə də əgər Allah hər an bir işlətsə, biz də onun surətində, onun xəlifəsi isə bizim də zaman içərisində dayanma artıq səlahiyyətimiz şansımız yoxdur. Şans belə bir ixtiyarımız yoxdur. Biz işləməliyik. Ona görə deyik ki, feyza fəraqətə fənsəv və ilə rabbikə fəraq. Bir işi gördüyün qutarıdır ikisinə. Çünki Allah Teala dayanmır. Yəni Allah üçün zaman əbədi bir prosesdir. İnsan da belə deyək. Ona ayrılmış zamanı dəyərləndirmək. Onu ayrılmış zaman içərisindəki müddəti dəyərləndirməlidir. Biz bəzən namaz qılanda deyirik də, ay 40 yaşından sonra namaz qılaram. Ay 30 yaşından sonra nə bilim filan ibadətimi edərəm. Şimdi biraz yaşlaşım, ondan sonra bu işləri görərəm. Yəni, o zamanı sənə verilmiş zamanın nə qədər olduğunu, nə olduğunu sən bilmirsən ki. Ona görə də biz anı dəyərləndirməliyik. İslam düşüncəsi içərisində əslində keçmiş deyilən, gələcək deyilən bir anlayış yoxdur. Yəni, ümumi var da biz onu dəyərləndiririk, amma belə götürdükdə, yəni fəaliyyət olaraq götürdükdə, müsəlman ona hakim olan anın içərisindədir. Yəni, o nə keçmiş, nə gələcək vardır. Özü qılınc olub o zamanı kəsməlidir. Özü hal-hazırda bəli, qılınc olub öz zamanını özü kəsməlidir. Qadir müəllim, çox sağ olun. Həm gəldiyiniz üçün, həm suallara ətraflı cavab verdiyiniz üçün bir daha İslam Dəyişik kollektivi adından sizə dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun, təşəkkür edirəm. Zaman insanın sahib olduğu ən dəyərli nemətdir. O nə dayanır, nə də geri dönür. Dünən keçdi, sabah isə məlum deyil. Yalnız bu an bizimdir.
Bu anla həyat qurulur. Bu anla axirət qazanılır. Vaxtın qədrini bilən həm dünyasını, həm axirətini abad edir. Zaman boş yerə keçirilirsə, ömür də boşa gedir. Ən böyük peşmanlıq qiymətini sonradan anlayacağımız zamandır. Hər an bizə verilən bir fürsətdir. Dəyişmək, yaxşılaşmaq, yaxınlaşmaq üçün. İtirmədən, gecə olmadan dəyərləndirməliyik. Allah bizə zamanın qədrini bilənlərdən olmağı nəsib etsin. Allaha əmanət olun.